Salam əziz tələbələr, sınavda 48 nömrəli sualın izahını verəcəm mən bugün sizə. 407-də dədir, bu cədvəlin hansı sütununda yerləşir? Diqqətlə fikir versəz, belə bir qanunlarlıq var. 1, 2, 3, 4, 5 ədədlərini düzüb, sonra artıq 6, 7, 8, 9, 10'u düzüb. Sonra növbəti 5'liyi düzüb, 11-dən 15'ə qədər düzüb. Belə deyim də, burada artıq 16, 17, 18, 19, 20 olacaq. Mən 407-nin yerini tapmalıyam. Burada qayda necədir? 407-ni 5 dənə sütun olduğuna üçün, 5 sütun olduğu üçün, ya da belə deyim də, hər sətrə 5 ədəd yazdığı üçün 407-ni 5'ə bölməliyik. 407-ni 5'ə böləndə mənim üçün burada önəmli olan amil nədir? Qalığın neçə qalmaq? 407-ni 5'ə böləndə 81 tam düşür, qalıq 2 qalır. Yadda saxlayın, əgər qalıq 2 qaldısa, onda siz ikinci sütunu götürməlisiniz. Əgər qalıq 1 qalsaydı, onda A sütununu götürməliydiniz. Qalıq 3 qalsa, buranı götürməliydiniz. Qalıq 4 qalsa, bu sütunu götürməliydiniz. Yəni, qayda belədir. Qalıq 1 qalsa, cavab birinci sütundur. Qalıq 2 qalsa, cavab B sütunudur. Qalıq 3 qalsa, cavab C sütunudur. Qalıq 4 qalsa, cavab D sütunudur. Qalıq qalmasa, fikir verin. Buradakı ədədlərin hamısı 5'ə tam bölünür. Qalıq qalmasa, tam bölünsə cavab Y sütunuydu. Bizdə qalıq neçə qaldı? 2. Qalıq 2 qaldısa, deməli cavab nədir? B sütunudur. Burada mən sizə başqa bir daha rahat üsulla demək istəyərdim. Diqqətlə fikir versəz, 407-də nədir? 7 ilə qurtarır. 7 ilə qurtaran ədəd hansı sütundadır görün? Burada 7-nin özü buradadır. Əslində, bu cürdə işləmək olar sualı. Yəni, ədəd 1 ilə ya da 6 ilə qurtarırsa, bu sual üzərindən danışıram. A sütunundadır. 2 ilə 7 ilə qurtarırsa, B sütunundadır. 3 ilə 8 ilə qurtarırsa, C sütunundadır. 407 7 ilə qurtarır. Yəni, 7 əgər B sütunundadırsa, 407-ni də 407-yə qədər yazsaq, o da B sütununda olacaq. Yəni, sualın cavabı B variantıdır. Diqqətiniz üçün təşəkkür edirəm.